Salam əziz tamaşaçılar. Haqqın dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Peyğəmbərlik institutu bütün dinlərin ayrılmaz ünsürüdür. İslam dini peyğəmbərliyə imanı, imanın şərtlərindən biri kimi təqdim edir. Bugünkü buraxılışımızda da məhz bu mövzu ətrafında söhbət açacağıq. Həm söhbətim Şəhidlər Məscidinin imamı, ilahiyyatçı Şaiq Əliyevdir. Şaiq müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Şaiq müəllim, bugün sizinlə son dövrlərdə öz aktuallığını bir daha yadımıza salan bir məsələni müzakirə edəcəyik. Bu Peyğəmbərlik institutu haqqındadır. Məlum olduğu kimi bütün dinlərdə Peyğəmbərlik institutu, nübüvvət olduqca böyük əhəmiyyət kəsb edilir və İslam dinində də bu dinin vacib elementlərindən biridir. Çünki biz insanlar dini Peyğəmbər vasitəsilə öyrənirlər. Peyğəmbərlər Allahın elçisidir, Allahın rəsuludur, Allahın mesajını insanlara çatdırırlar. Bu baxımdan mən istərdim ki, əvvəlcə buradan başlayaq. Peyğəmbərlik din içərisində hansı əhəmiyyət kəsb edir, nübüvvətin dindəki yeri nədən ibarətdir? Ta qədim zamanlardan bəri və günümüzdə də bu Peyğəmbərlik məsələsi, müəssisəsi, institutu çox aktual bir mövzuya çevrilmişdir. Əslində, Quran-ı Kərim özü buna cavab verir. Fatir surəsinin 24-cü ayəsində Uca Allahın bəyanı ilə Quran-ı Kərim özü cavab verir ki, elə bir qövm gəlmədi ki, biz ona Peyğəmbər göndərməyək. Lakin insanlar müəyyən səbəblərdən Quran-ı Kərimin bu dəlillərinə, Peyğəmbərin hədislərinə inanmadıqları üçün zaman-zaman onlar bu Peyğəmbərlik institutunu fərqli yanaşırlar, onu fərqli düşünürlər. Amma tarix özü də şahid olub ki, insanlıq özü də şahid olub ki, bəşəriyyət özü də şahid olub ki, xüsusən də səmavi dinlərdə görürük ki, Peyğəmbərsiz bir din mümkün olmur. Belə bir sual formalaşa bilər ki, Peyğəmbərsiz bir din mümkündürmü? Demək olar ki, mümkündür, lakin o din olmayacaq. O, yəni Allahın göndərdiyi olmayacaq, o Allahın istədiyi bir din olmayacaq və dolayısıyla biz ona uydurma din deyə bilərik. Biz ona insanların özlərinin şəxsi, nəfsi istəkləri ilə ortaya çıxardıqları bir din deyə biləcəyik və xüsusən də deyəcək ki, o İslam olmayacaq. Bu baxımdan görürük ki, Peyğəmbərlik müəssisəsi ilk insanla, Adəmlə başlayıb və son insana qədər bu ehtiyac olacaqdır və hər zamanda bu ehtiyacı insanlar hiss edəcəklər. Şaiq müəllim, xüsusilə İslam dinində Peyğəmbərlik iman əsaslarından biri kimi qəbul olunur. Yəni, müsəlman olmağın, Allahın müsəlmanlardan istədiyi İslam dininin iman əsasları içərisində Peyğəmbərliyə iman o şərtlərdən biridir, əsasdır. Yəni, siz Allahı qəbul edə bilərsiniz, digər axirəti qəbul edə bilərsiniz, digər inanc əsaslarını qəbul edərsiniz, amma Peyğəmbərin nübüvvəti barəsində bizə Peyğəmbər ehtiyacı yoxdur, o sadəcə mesajı çatdırandır, vəssalam dediyiniz zaman artıq bu İslam prinsiplərinə görə imanın da zədələnməsi deməkdir. Peyğəmbərin vəzifəsi sadəcə mesajı çatdırmaqdırmı? Yəni, Peyğəmbər sadəcə mesaj çatdıran bir şəxsdirmi? Bu mənada sualımı vermək istəyirəm ki, yəni Allah sadəcə kitabı göydən endirərək də insanlara bu mesajını çatdıra bilərdi. Amma Peyğəmbər göndərir. Niyə Peyğəmbər göndərir? Kitablarda yazılır ki, iman nədir? İman nə olan şeydir? Yəni biz iman dedikdə, təbii ki, lüğəvi mənasında yox, islahi mənada ənənəvi olaraq qeyd olunur ki, iman və ya İslam ikisini bir arada götürə bilərik. Peyğəmbər vasitəsilə uca Allahdan insanlığa gətirilmiş bütün qayda qanunları qəbul etməkdir. Biz görürük ki, burada cümlə Peyğəmbər ilə başlayır. Siz az öncə də qeyd etdiyiniz kimi, istər iman əsaslarında, istərsə də İslamın şərtlərində, hər ikisində Peyğəmbərlik müəssisəsinə böyük bir vurğu var. Peyğəmbərə iman olmadan imanın kamilliyi olmaz. Yəni o iman sayılmaz. Eyni zamanda da İslam nədir deyə soruşulduğu zaman Peyğəmbər əleyhissalatu vesselamə o da deyir ki, şəhədətü ən la ilahə illallah və ennə Muhammedən Rasulullah. Yəni
Allahın şahidliyini, şəhadətini gətirmək və Muhammedin də onun elçisi, peyğəmbəri olduğunu qəbul etmək. Peyğəmbərsiz bir din olmaz. Az öncə də qeyd etdik. Biz belə bir şey düşünək. Fərz edək ki, məsələn, insanlığa çatdırmaq istədiyi qayda qanunları bir dağa endirdi. Məsələn, dedi ki, Qafqaz dağlarını endirirəm. Bizə o dini, o vəhyi kim gətirib bizə çatdıracaqdı? Yəni, hər birimiz gedib tək-tək o vəhyi oradan qəbul mu etməli idik? Və yaxud da onun ora nazil olduğunu bizə kim xəbər verəcəkdi? Əgər biz onu deyək ki, ora nazil oldu və biz getdik orada oxumağa çalışdıq, bu zaman hərəmiz öz anlayışımızla dini anlamağa, dini yaşamağa və yaxud da biz çalışacaq ki, onu kimisə çatdıraq. Yəni, Peyğəmbərsiz artıq mümkün olmur. Peyğəmbərin var olması, Peyğəmbərin mövcudluğu bizim üçün böyük bir fürsətlər, asanlıqlar təmin edir və vəhyin gəlməsi də, vəhyin qəbul edilməsi də sadə məsələ deyil. Peyğəmbərin yanında vəhiy gəldiyi zaman yanında olan sahabələr nəql edirlər, bizə çatdırırlar, rəvayət edirlər ki, o qədər ağır bir prosesdir ki o, yəni onun o şiddətinə, məşəqqətinə, çətinliyinə ancaq bir Peyğəmbər dözə bilər. Hətta Peyğəmbərlər tarixində rəvayət olunur ki, Musa əleyhissalam Tur dağına dəvət edildiyi zaman tək gedir. Yəni, ailəsi ilə bərabər getmir. O bilirik, Musa əleyhissalam səyahətlərdə ailəsi ilə bərabər səyahət edir. Amma o vəhyin qəbulunda özü tək iştirak edir. Nə üçün? Çünki Peyğəmbər ancaq o vəhyi qəbul etməyə hazırdır. Allah uzun zaman prosesində onu vəhyə hazır hala gətirir. Əks təqdirdə bizim hər birimiz vəhyi qəbul edən bir şəxs kimi olmuş olsaydıq, o zaman biz dözə bilməzdik ona. Bəli. Bizim də xüsusi hazırlığımız olmalıydı və olsaydı biz də yeni Peyğəmbər olmuş olardıq. Ey libasına bürünüb örtünmüş Peyğəmbər, az bir hissəsi istisna olmaqla gecələr namaza dur. Gecənin yarısını, yaxud ondan biraz əskilt və ya ona artır. Qur'anı da aramla oxu. Həqiqətən biz sənə ağır bir söz vəhy edəcəyik. Sözsüz ki, gecə qalxmaq çox çətin və Qur'an oxumaq daha münasibdir. Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər vardır. Rəbbinin adını zikr et və özünü tamamilə ona həsr et. Vəhyi alarkən nə qədər böyük bir psixoloji haldan keçir. Gəlir. Hətta ilk vəhiy təcrübəsi Peyğəmbərin bu barədə çox diqqətə layiqdir. İlk vəhiyi aldığı zaman o bir qorxuya qapılır, həyəcanlanır. Yəni bunun Allahdanmı olduğunu, başqa bir şeymi olduğu barəsində ilk dəfə bu təcrübə ilə qarşılaşdığı üçün tərəddüd yaşayır. Dini yaşamaq sadəcə mesajı çatdırmaq deyil. Yəni bir məktub göndərmək kimi deyil bu. Eyni zamanda bunun bir praktik nümunəsi olmalıdır. Təbyin tərəfi. Bəli. Bunu həm təbyin etmək, həm də yaşayaraq nümunə göstərmək. Təmsil etmək. Bəli. Bax, bu mənada Peyğəmbərin rolu nədən ibarət? Kitablarda qeyd olunub, alimlər bu haqda danışıb, fikirlər ortaya qoyublar ki, Peyğəmbərin sadəcə təbliğ deyil, yəni sadəcə çatdırma vəzifəsi deyil. Yəni bir Peyğəmbər gəldi, Allah, ey insanlar, Allahın sizə bu mesajı var, mən bunu sizə çatdırdım, mənim vəzifəm bitdi deməklə kifayətdir. Belə bir şey yoxdur, belə bir çatdırma vəzifəsi sadəcə bundan ibarət deyil. Eyni zamanda onu insanlar bəyan edir, açıqlayır. Hətta biz sahabələrin həyatında, istər hədislərlə gələn, istər tarixi rəvayətlərlə gələn həyatında görürük ki, sahabələr ehtiyac duyduqları məsələlərdə, bir çox məsələlər buna saymaq olar. Peyğəmbər əleyhissalatü vəssalamın gəlib birbaşa soruşurlar, ya Rasulallah, belə bir ayət-i kəriməni söylürsən, bunun mənası nədir? Bəzən görürsən ki, bir neçə sahabə arasında fərqli düşüncələr formalaşır. Eyni zamanda Peyğəmbər sallallahu aleyhi və səlləm özü o təbliğ etdiyini, təbyin etdiyini təmsil edərək, yaşayaraq insanlığa çatdırmışdır. Allah Əzzə və Cəllə Əhzab surəsinin 20-ci ayəsində ayət-i kərimədə belə buyurur: Əstəuzubillah, laqad kana lakum fi rasulillahi usvetun hasenə.
Sizin üçün Allahın peyğəmbərində, rəsulunda çox gözəl bir örnək, nümunə vardır. Uca Allah bu usvetun həsənə, gözəl nümunə, gözəl örnək ifadəsini Quran-ı Kərimdə 3 dəfə zikr etmiştir. Onların ikisini İbrahim əleyhissalam haqqında və onun ailəsi haqqında, birini isə Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm haqqında. Bu səbəbdən də alimlərimiz qeyd etmişlər ki, o bir bəşərdir, Peyğəmbər sallallahu aleyhi və səlləm, amma bəşərin üstündə bir bəşərdir. O vəhiy alan bir bəşərdir. O əslində peyğəmbərlərin həyatı, biz indi Muhammed sallallahu aleyhi və səlləm həyatını nümunə veririk əsasən. Onun həyatı bir nəfərin həyatıdır. Lakin o bütün bəşəriyyətə nümunə olan bir həyatdır. Bu baxımdan sizin qeyd etdiyiniz kimi təbyin məsələsi mütləqdir, təmsil məsələsi o da mütləqdir. Bəli, Peyğəmbər Quran-ı Kərimin ayələrini həyatına tətbiq edərək bizə çatdırır. Burada bir məsələni də qeyd etmək istəyirəm. Bunu da biraz genişləndirəsiniz tamaşaçılar üçün. Din sadəcə Quran-ı Kərimdəkilərdən ibarət deyil. Əlbəttə. Bugün bəzi şəxslər tərəfindən səsləndirilən düşüncələr var. Quran-ı Kərim bizə yetər, ondan kənarda qalanlar din deyil şəklində belə bir yanlış təbliğatın şahidi oluruq. Halbuki Quran-ı Kərim bir kitabdır. İslam dini həyatımızın bütün sahələrinə, bütün sferalara yayılmış, bizim həm mənəvi dünyamızı, həm bu baxımdan ailə daxil münasibətlərimizi, insanlarla, yoldaşlarla münasibətimizi, ticarət həyatımızı, bax bunlara dair bütün əxlaqi prinsipləri bizə gətirən ümumi bir kodeksdir. Quran-ı Kərimə belə deyə bilərik. Ancaq onun təfərrüatları, onların necə olacağı Həzrət Peyğəmbərin hədislərində özünü göstərir. Yəni bu baxımdan dinin sadəcə Quran-ı Kərimdən ibarət görülməsi məsələsini necə izah edə bilərik? Allahın vəhyini, İslamı, dini, Quran-ı Kərimi bizə kim çatdırıb? Əslində Quran-ı Kərimi də bizə Muhammed sallallahu aleyhi və səlləm çatdırıb. Allahın kitablarını bizə peyğəmbərlər çatdırır. Allahın kitablarını peyğəmbərlər bizə çatdırmasaydı, biz onu necə biləcəkdik? Əgər bu insanlar düşünürlərsə ki, peyğəmbərsiz də mümkündür, o zaman yəni Allahın o kitablarını biz hardan əldə edə biləcəkdik? Hardan oxuya biləcəkdik? Necə öyrənə biləcəkdik ki, Allah bizə belə bir kitab göndərib? Desələr ki, kiməsə göndərəcəkdi, yenə də o yəni bir peyğəmbər olmalıydı artıq. Bəzi alimlər bildiyiniz kimi Quran-ı Kərimi vəhyi iki yerə bölürlər. Bəli. Vəhy-i mətluf və vəhy-i qeyri-mətluf. Yəni Peyğəmbərin bizim namazlarda, ibadətlərdə tilavət etdiyimiz vəhyi, bu Quran-ı Kərimdir. Bir də qeyri-mətluf, yəni tilavət edilməyən vəhy, bu da Peyğəmbərin əslində sünnəsidir, həyatıdır, yaşayışıdır. Yəni bu baxımdan Peyğəmbərimizə, məsəl üçün soruşulduqda ki, Həzrət Ayşə anamızdan Peyğəmbərin əxlaqı necə idi? Onun əxlaqı Quran-ı Kərim idi deyir. Bu baxımdan Quran-ı Kərimi öz həyatında yaşayaraq, tətbiq edərək insanlara çatdırırdı. Hətta bilirsiniz, Quran-ı Kərimin xitablarında buyurulur ki, müşriklərin etirazları var. Kaş Quranla bərabər bir mələk gələydi. Allah bir mələk göndərəydi bizə. Yəni bizim aramızdan, sıradan insanlardan seçdiyimiz, eyni zamanda var dövlət baxımından da bizdən üstün olmayan bir insanı Allah peyğəmbər seçib göndərib. Buna belə etiraz edirdilər. Halbuki Allah buna cavab olaraq bildirirdi ki, yəni əgər sizə bir mələk gəlsəydi, sizdən olmayan bir insan gəlsəydi, siz bu mələkdir, o Allahın buyruqlarını yerinə yetirə bilər. Biz insanıq, bizim buna gücümüz çatmaz deyə etiraz edərdiniz. O baxımdan sizə insanların aranızdan bir peyğəmbər göndərdik. Şahid müəllim, burada mən bir məsələyə də gəlmək istəyirəm sona doğru. Sahabənin peyğəmbər sevgisi. Kövsər müəllim, Quran-ı Kərimdə də Uca Allah Ali-İmran surəsində İn kuntum tuhibbunallaha fəttəbi'uni yuhbibkumullah. Əgər siz Allahı sevirsinizsə, mənə tabi olun ki, Allah da sizi sevsin. Yəni bu ayəni müfəssirlərimiz izah edərkən Peyğəmbəri sevməyi, Allahı sevməyi Peyğəmbər əleyhissalatu vesselamə tabiçilikdə görürlər və bu tabiçiliyin də nəticəsində Allah sevgisi qazanılacaq. Biz sahabələrin həyatında da bir çox rəvayətlərə şahid oluruq. Məsələn, sahabədən biri deyir ki, anam deyir, məni tənbih edərdi ki, bəs sən artıq bir neçə gündür Peyğəmbəri görmürsən,
get Peyğəmbəri gör, onunla namaz qıl, ondan xeyir duanı al, sonra artıq evinə geri dönərsən. Və yaxud da biz möhtəşəm bir nümunə var. Sahabələrdən birini Peyğəmbər Əfəndimiz əleyhissalatu vesselam Çinə dəvətə, təbliğə göndərir. Allah kəlamını uzaq tutmaq üçün onu göndərir. Bir ildən sonra həmin sahabə artıq Peyğəmbər həsrətinə dayana bilmir. Mədinəyə Peyğəmbər əleyhissalatu vesselamın görüşünə gəlir. Uzun bir yolculuqdan sonra gəlir görür ki, artıq Peyğəmbər əleyhissalatu vesselam haqqın rəhmətinə qovuşmuşdur. Amma o sahabə hüzünlənir, kədərlənir, qəmlənir, amma onda olan Peyğəmbər o vəzifəsi, üzərində təbliğ vəzifəsini unutmur, yaddan çıxarmır və geri yenə Çinə doğru öz işinin, belə deyək, təbliğinin, dəvətinin başına dönür ki, bu Peyğəmbər vəzifəsidir, ona bu vəzifəni vermişdir. Eyni zamanda sahabədən biri deyir ki, bir gündür ayağımdan da bir ağrı tutmuşdu və dedilər ki, bunun çarəsi bilirsən nədir? Mən də deyir, nədir bunun çarəsi? Dedilər ki, ən çox sevdiyin insanın adını zikr elə, çək, o ağrı səndən gedəcək. Həmən də ağlıma deyir, Muhammed əleyhissalatu vesselam gəldi və onun adını çəkdikdən sonra o ayağımdan ağrı getdi. Bu rəvayətlər kitablarımızda, hədis kitablarımızda qeyd olunmuşdur. Mərhəmətli və rəhimli Allahın adı ilə. Yaradan Rəbbinin adı ilə oxu. O, insanı qan laxtasından yaratdı. Oxu, sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. O, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi. Şahik müəllim, təşəkkür edirəm. Son olaraq burada bir daha əziz tamaşaçıların da diqqətinə çatdırmaq istəyirəm ki, müəyyən çağırışlar ola bilər, Peyğəmbərin dindən uzaq tutulması. Bu nədən irəli gəlir? Çox zaman bəzən hədislərdəki bir-birinə zidd məsələlər ola bilər. Görsənən yəni. Görsənən, bəli, zidd kimi görsənən məsələlərdən ötürü, müxtəlifliyin olmasından ötürü bəzən insanlar sanki qulağa xoş gələn bir çağırışla bəzən də Kövsər müəllim, sanki bəzi insanlar bəhanə axtarır. Bəli, qəbul etməmək üçün. Həqiqətən qulağa xoş gələn çağırışlarla sanki Qurana qayıdaq, Peyğəmbərin həyatını, Peyğəmbərin yaşanan o nümunəsini gözdən uzaq tutaraq bir din formalaşdırmağa çalışan təşəbbüslər var. Amma xalqımız qədir biləndir, xalqımızın imanının dərinliklərində Peyğəmbər sevgisi köklü bir yer tutur. O baxımdan Peyğəmbər bir nümunədir, bir örnəkdir və hər zamanda belə qalacaq. Şahik müəllim, mən sizə təşəkkür edirəm gəldiyiniz üçün və bu gözəl mövzuda fikirlərini bizimlə bölüşdüyünüz üçün təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm, işinizdə uğurlar olsun. Sağ olun. Sağ olun. Əziz tamaşaçılar, bu dəfəki buraxılışımızda Peyğəmbərlik İnstitutu Peyğəmbərsiz bir dinin mümkün olmadığı haqqında söhbət açdıq. Bununla da verilişimiz başa çatır. Haqqın dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.